Dünyada heç kəs daimi deyil. Benim evlatlarım da Bu dünyaya gelen her bir adam bu dünyadan gedecektir. Ancak xoşbaxt o kəsdir ki, dünyada iz qoyur. Böyük iz qoyur. Nə mal, nə devlər, nə pul. Bunlar hamısı dünyada gəldi, ilaç edərdilər. İnsan mənəviyyat üçün yaşamalı. Mənəviyyat üçün yaşayan insan da əbədi olacaq. Bunu göstərir ki, Heydər Əliyev yaşlıdır. Və nə qədər Azərbaycan var, Heydər Əliyev olacaq. Biz onun davamçıları, onun yoluyla gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq. Küçələrə su səpmişəm, küçələrə su səpmişəm, yar gələndə toz olma.